Hamınızı yenidən salamlayıram dostlar. Çox suallar gəldi. Hardan və necə Bitcoin və yaxud başqa kriptovalyuta ala bilərik? Necə rahat ala bilərik? İlk öncə onu qeyd edeyim ki, kriptovalyuta almaq üçün müəyyən bir birjalardan istifadə etmək lazımdır. Bizim başqa variantımız yoxdur. Hansı birjalara güvənməliyik? Onu da qeyd edeyim ki, mən heç bir birjanı burada reklam eləmirəm. Eləmək kimi də bir fikrim yoxdur. Çünki hər birja hər an çökə bilər. Onu da nəzərinizdə olsun. Ondan sonra bir neçə dənə birjalar var. Mən bunların hamısından sizə necə qeydiyyatdan keçmək, necə profilinizi təsdiqləməyi öyrədəcəm, göstərəcəm. Bugün Bybit üzərindən gedəcəyik. Burada necə kriptovalyuta ala bilərik, necə pul keçirdə bilərik, necə pul çıxara bilərik, bunların hamısını göstərəcəm sizə. Onu qeyd edeyim ki, əgər kriptovalyuta almaq istəyirsinizsə, mütləq və mütləq belə birjalardan istifadə etməlisiniz. Hansısa bankda və yaxud haradasa kriptovalyuta almaq, siz kriptovalyuta almırsınız, orada sadəcə bir sözləşmə alırsınız. Onu sizə sadə yolla belə izah edə bilərəm ki, hər hansısa bir dostunuza həmin kriptovalyutanı siz göndərə bilməzsiniz. Bu mümkün deyil. Çünki o göndərmək olmur və yaxud da almaq olmur. Siz həmin yerdə kriptovalyutanı yalnız ala və sata bilərsiniz. O da artıq o proqramın içində baş verəcək, başqa heç bir şey edə bilməyəcəksiniz. Burada isə artıq siz kriptovalyutanı alıb ürəyiniz dünyanın harasını istəyir göndərə bilərsiniz, ürəyiniz dünyanın harasından istəyir qəbul edə bilərsiniz və s. və ilaxır. İlk öncə onu qeyd edeyim ki, burada hansısa kriptovalyutanı alanda təbii ki, əməliyyat ödəniş edəcəksiniz. Məsələn, 10 dollarlıq bir coin alırsınızsa, tutaq ki, A coin alırsınızsa, orada 10 sent, 20 sent əməliyyat ödəniş eləməlisiniz. O sizin balansınızdan avtomatik çıxır. Bunun da qarşısına keçmək olur. Təbii ki, bir-birimizə referal olaraq bunu edə bilirik. Mənim artıq burada referal kodum var. Mən çoxdandır, neçə illərdir burada olduğuma görə burada referal kodum var. Mən sizə referal kodumu da verəcəm. Link atıb qoyacağım bu videonun altına. O linkdən qeyddən keçsəniz, siz də mən də ödəniş faizlərindən biraz, necə deyim sizə, qısmış olacaq. Belə izah edeyim, 10 sent ödəyirliksə ödəyəcəyik məsələn 9 sent. Siz də mən də təbii ki. Onda keçdik belə. Burada e-maillə və yaxud nömrənizlə qeyddən keçə bilərsiniz. Hansını istəsəniz ondan keçə bilərsiniz. Nömrə deyək, telefon nömrəsindən qeyddən keçək. Telefon nömrəmizi ilk öncə qeyd eləyək. Nömrənizi, parolunuzu bura qeyd eləyəndən sonra create account vurduqda belə bir şey sizi qarşılayacaq. Ondan sonra yeni bir səhifə açılacaq. Orada sizə SMS-lə gələn kodu istəyəcək ki, onu yazın. Həmin kodun vaxtı 5 dəqiqədir. 5 dəqiqə ərzində əgər yazmasanız və yaxud çatdıra bilməsəniz, təzədən kod istəyəcəksiniz. Onu da burada gördüyünüz resend düyməsi var. Onu çıxaraq təzədən kod istəyib, onu təzədən yaza bilərsiniz. Bunu da qeyd edeyim. Onu da qeyd edeyim ki, mən hal-hazırda ingilisində istifadə edirəm. Hər şey mən ingilisində istifadə ediyimə görə hər şey ingilisindədir burada. Əgər ingilisində yox, türkçəsində istəyirsinizsə, bax bu dünya şəklindən buradan gəlib, toxunub, buradan türkçəsində qoya bilərsiniz. İstədiyiniz edə bilərsiniz. Yəni istədiyiniz dillər var burada, rus dili də var təbii ki, türk dili də var. Qeydiyyatdan keçib e-mailinizi və yaxud nömrənizi yazıb gələn bir dəfəlik kodu istifadə edəndən sonra belə bir səhifə sizi qarşılayacaq. Burada da səhifənizi təsdiqləməlisiniz, kim olduğunuzu təsdiqləməlisiniz. Davam edirik, bu səhifə sizi qarşılayandan sonra get verify now vurursunuz. İndi təsdiqlə düyməsini sıxırsınız. Hansısa bir sənəd istəyəcək sizdən, şəxsiyyət vəsiqəsi ola bilər, sürücülük vəsiqəsi ola bilər, xarici pasport ola bilər, heç bir fərqi yoxdur. Hansını istəsəniz istifadə edin. Məsləhət görürəm ki, təsdiqləsiz səhifənizi, sabahların parolunuzu falan unutsanız eləsəniz, burada kömək yerinə yazırsınız. Burada gördüyünüz kömək yerinə yazıb sənədlərinizi falan göndərirsiniz. Təbii ki, bunlar hamısı ingilisində olur. Səhifəmizə türkçəsində dəstək eləməlidir. Yazırsınız, burada səhifənizi geri qaytarırlar sizə kömək edirlər. Verify now, burada gördüyünüz kimi pasport deyir ki, məsləhət görən pasportudur, göndərəsən. Harada yaşadığını, sürücülük vəsiqə və yaxud şəxsiyyət vəsiqə. Onu da qeyd edeyim ki, məsləhət görən hər şeyi öz adınıza açasınız. Bura qeyd elədiyiniz kartı da öz adınıza açmalısınız. Öz kartınız olmalıdır. Ki, ödəniş eləyəndə və ödəniş çıxardanda öz kartınızdan ancaq ödənişləri qəbul edib ala biləcəksiniz. Çıxarıb ala biləcəksiniz. Başqasının adına ödəniş çıxarda bilmirsiniz. Onu da qeyd edeyim sizə, təhlükəsizliyiniz üçün bunu belə ediblər. Pasportu seçəndən sonra burada Verify with app və yaxud confirm edib. Confirm edəcək, kompüterlə davam edəcəyik. Kompüterdə sənədləri yükləməyimizi istəyəcək. Sənədləri yükləyəndən sonra üzümüzün robot şəklini çıxartmaq üçün kameramız asılacaq. Bybit'in proqramı da var. Təbii ki, bunu telefonunuza da yükləyə bilərsiniz. Ki, yükləməli olduğunuz məlumdur. Təbii ki, telefondan daha rahat istifadə eləmək olur. Buradan bunu vursanız, bu QR kodu skan eləsəniz, buradakı əməliyyatı telefonunuza davam edə bilərsiniz. Yox, əgər telefonda yox, kompüterdə davam eləmək istəyirsə, buradan confirm vurub, kompüterdə bunu davam edirsiniz. Vurandan sonra belə bir səhifə açılacaq. Amerikada yoxsa başqa yerdə. Vurursunuz başqa yerdə və yoxsa Amerikada, siz Amerikada vurursunuz. Continue vurandan sonra kameranızı istəyir, gördüyünüz kimi burada. Əllə yükləmək. Əl ilə yükləmək var, avtomatik var, əllə yükləmək. Əllə yükləməni seçəcəm burada. Azərbaycan, pasport, burada pasportu yükləyəcəm. İndi bunları keçəcəm və yaxud da burada deyə bilərsiniz ki, aşağı düşüb. Continue on phone. Telefonda davam elə. Vura bilərsiniz burada. Bunu da göstərim sizə. Telefonda davam eləyən vurandan sonra belə bir QR kod asılacaq. Telefon kamerası ilə bu QR kodu skan edib telefonda davam edə bilərsiniz. QR kodu
telefonunuza skan edib açandan sonra gördüyünüz bu səhifə açılacaq. Səhifə açılandan sonra təbii ki, Azərbaycan vətəndaşı olduğunuzu varsayaraq davam edəcəm. Buradan Azərbaycanı seçirsiniz. Azərbaycan seçəndən sonra pasport, ID kart, yəni şəxsiyyət vəsiqəsi, driver license, sürücülük vəsiqəsi hər hansı birini seçirsiniz. Aşağıda göstərilir necə şəklini çəkmək lazımdır. Ən solda göstərilən kimi düzgün çəkin, yoxsa qəbul eləməyəcək. Sürücülük vəsiqəsi də eynən, şəxsiyyət vəsiqəsi də eynən. Çəkəndən sonra gözləyirsiniz, kameranı açacaq. Kameranı açandan sonra sizdən həmin sənədin şəklini çəkməyinizi istəyəcək. Gördüyünüz bu ekran açılacaq. Şəklini çəkib yükləyəndən sonra sizdən animasiyada göstərildiyi kimi üzünüzü kameraya göstərməyinizi istəyəcək. Bunların hamısını telefonda eləməyinizi məsləhət görürəm. Telefonda çox rahatdır. Əgər hazırsınızsa, üzünüzdə açıq, başınızda papaq və s. və ilə axır olmasın, üzünüz tam açıq olsun. I am ready düyməsini sıxaraq kameranı açın və üzünüzü kameraya göstərin. Ondan sonra isə sizi belə bir səhifə qarşılayacaq. Biz sizin sənədlərinizi götürdük. İndi sizə cavab verəcək deyəcək. Hər şey düz olduğu anda 1 dəqiqənin içində, təxminən 1-5 dəqiqə ərzində təsdiqləyib sizi congregation yazacaq. Həmin yazı kompüter ekranınızda da gələcək. O zaman başa düşə bilərsiniz ki, artıq sizin səhifəniz təsdiqlənmişdir. Təbrik edirik. İndi isə keçək alış-veriş, satış necə olur. Səhifəniz təsdiqləndikdən sonra burada belə bir kimlik doğrulama yazılacaq. Level 1, level 2, level 3 var burada. Onları sizə daha sonraki dərslərdə izah edəcəm nədir, nə üçün lazımdır. 2 milyon dollardan daha çox pulları idarə etmək üçün lazımdır bu. Bunu tuşunda yerləşdirdim ki, sizin üçün də rahat olsun, başa düşmək. Bəzi nüanslar var burada, onları sizə göstərməliyəm. Ana səhifənizdə pasportunuzu, şəklinizi yüklədikdən sonra belə bir görüntü alınacaq. Burada yazılacaq ki, daha güvənli eləmək üçün Google Authenticator istifadə etmək lazımdır. Bilənləriniz var, bilmirəm, var və yox. Google Authenticator ayrıca bir mövzudur. Onun üçün ayrıca bir video çəkməyi planlaşdırıram sizin üçün. Yəqin ki, onun üçün sizə ayrı bir video çəkəcəm. Məsələn, görürəm ki, bunu da qurasınız. Tezliklə bunun videosunu da atarım sizin üçün. Ondan sonra davam edək, necə pul yerləşdirmək olar buraya. Yatırma yerinə tıklayırıq. Sonra açılan belə bir səhifə açılacaq burada. Deyir ki, necə pul yükləmək istəyirsən. Yükləyə bilərsiniz. Məsələn, USDT deyək. USDT nə olduğunu da izah edeyim, qısaca deyim. Online dollardır bu. USD necə real pul olduğu kimi USDT də online pul vahididir. Əlindən tutulacaq bir pul vahidi deyil, ancaq online da olur. Bir USDT 1 dollara təkamül edir, belə izah edeyim. Məsələn, bunu necə eləyə bilərsiniz? Dostlarınızdan, tanışlarınızdan və yaxud hər kimsə varsa ona nəqd pul verə bilərsiniz. O sizin balansınızı burada köçürmə eləyə bilər, onu da sizə göstərəcəm necə olacaq. Yox, əgər nəqd pul yükləmək istəyirsinizsə, belə bir qarşılıq olmağını istəmirsinizsə, nəqd pul yükləməlisiniz. Onun üçün də itibari para var burada, görürsünüz. Burada da var, burada da var. Fərqi yoxdur, hər hansı birinə tıklayaq. Açılan səhifədə burada pul yükləmək üçün bir neçə variantlar var. Burada çox ehtiyatlı və diqqətli olmaq lazımdır. Məsləhət görürəm ki, ehtiyat heç vaxt əldən verməyəsiniz. Necə deyək, ev dilindən neçə maşinliklər də var. Çox ehtiyatlı olun. Hər adama pul göndərməyin, bilmədiyiniz yerlərə pul göndərməyin. Burada qeyd olunduğu kimi USD, Bitcoin. Dollar verib Bitcoin ala bilərsiniz. Və yaxud da dollar verib online dollar ala bilərsiniz. Onun üçün Bitcoin znakına tıklayırıq. Buradan USDT seçirik. Bilmədiyiniz yerlərə xahiş edirəm, girməyin. Çox diqqətli olun. Bura biraz qarışıqdır. Çox dərindir. Ancaq göstərdiyim kimi eləyin. Əgər bacarmazsanız, komment yazın. Telegramda yazın, mən sizə kömək eləyərəm. Heç bir problem yoxdur. Buradan USD-ni AZN-yə çevirə bilərsiniz, Azərbaycan manatına çevirə bilərsiniz. Azərbaycan manatı seçəndən sonra bura yükləmək istədiyiniz pul miqdarını yazırsınız. Məsələn, deyək 100 dollar yükləmək istəyirsiniz. Burada qeyd olunduğu kimi sizə 1 dolları 1 manat 73 qəpiyə verəcəklər. Bura yazırsınız, məsələn, 173 manat. Gördüyünüz kimi 100 dollar alacaqsınız. Ödəmə yöntəmləri. Burada var EMON. Burada ehtiyatlı olmaq lazımdır. EMON-dan burada pul yükləyə bilərsiniz. Google Pay ilə yükləyə bilərsiniz. Çox banklarla yükləyə bilərsiniz. Gördüyünüz kimi. Burada var, mən sizə bunları göstərim. Peer-to-pay. Peer-to-pay ilə başdan başa belə deyim, tərcüməsi belə gedir. Burada pulu siz hansısa bir şəxsə göndərirsiniz. Manat olaraq EMON hesabına. Onun çekini burada adama atırsınız. Onu da sizə göstərəcəm. O sizə pulu yükləyir balansınıza. Yükləməyə də bilər. Ehtiyatlı olun burada. Və yaxud Google Pay ilə alış-veriş edə bilərsiniz. Amma artıq burada 1 dollar sizə 1.7596. Yəni ki, təxminən 1 manat 80 qəpiyə başa gələcək sizə 1 dollar. Yəni ki, 100 dollar olacaq sizin üçün 180 manat. Yəni ki, 100 dollar sizə 180 manata başa gələcək. Onu da vurğulayım. Sonra burada ABB bankla var, Azərtürk bankla var, bank transferi də var. Bunlara çox girişməyin. Leo bankda məsələn 1.80-də gördüyünüz kimi, Rabita bankda 1.80-deyim. Bu necədir? Mən bunu da deyim sizə.
Bu bankların kartından siz ödəniş edirsiniz. Məsələn, ABB bankda kartınızda 175 manat düşürürsünüz. Bunu vurursunuz. Amma videonun başında da qeyd etdiyim kimi öz kartınızla mütləq. Məsələn, profil açmısınız Əhmədov Əhmədin adına, kart isə Əhmədov Cəfərin adınadır. Belə olmaz. Qətiyyən olmaz. Pulu yükləyə bilərsiniz, amma çıxarda bilməyəcəksiniz. Yükləyə biləcəksiniz, çıxarda bilməyəcəksiniz. Onda problem olacaq. Onu da qeyd edeyim sizə. Və gördüyünüz bayaqlar 173 manata 100 dollar verirdi, amma biz ABB bankı seçdiyimizə görə 173 manata 98 dollar verir. Bunu artırıb 176 eləsək 100 dollar verəcək artıq. 101 dollar 73 sent. Biz yenə də M10-a keçdik. Yəni ABB bankdan göstərim məsələn mən sizə. 176 manata gördüyünüz kimi 100 dollar 57 sent verir. Bu belə mən sizə M10-u göstərim. M10 daha ucuzdur, amma təhlükəlidir biraz. Dediyim kimi biraz ehtiyatlı olun. Əgər bilmirsinizsə, yazın, kömək eləyim sizə. Bilmədiyiniz yerlərə pul göndərməyin, xahiş edirəm. Diqqətli olaq, pulunuzu itirməyin. M10 seçdik. Azəni ilə alın. Vurduq. Belə bir səhifə açılacaq. Ödəmə arazı göstərir kimi M10 1 dollar sizə 1.73-ə verəcək. 176 manat ödəsəniz 101 dollar götürəcəksiniz. Bunu onaylamalısınız mütləq. Yəni burada istəsiz açıb oxuya bilərsiniz. Onlarla sizin çox yormayacağım. Ondan sonra belə bir səhifə qarşılayacaq sizi. Gördüyünüz kimi burada avtomatikdən mesaj gəldi. Be careful, not be fooled. Fake customer support agents. Yəni ki, burada yalancı satıcılar da var. Sizə görə şey satılmış kimi, pul satılmış kimi. Burada onu göndərsiniz ona. Artıq cavab vermir sizə. Amma burada belə bir incə nüanslar da var. Mən bir dəfə artıq bura girdim, çıxdım. Burada belə bir şeylər də var. Görürsünüz, qarşısında belə quş var. Bu quş varsa əgər və doğrulandı yazıbsa, olar ki, güvənə bilərik. Amma yenə də yüksək məbləğlərdə pulu risk atmayın çox. Və məsələlər görə bilərəm sizə. Ondan sonra burada yazacaq. Bax, gördüyünüz kimi satıcı yazdı. Ödəyirsiniz. Bax, mən bir dəfə dediyim kimi bura girib çıxmışam. Bu adam mənim görüb. Ona görə yazır mənə mesaj. Bilmir ki, video çəkirəm. Ödəmə tamamlandı deyirsiniz ödəyəndən sonra. Çeki isə buradan yükləyib şəklini atırsınız. Deyirsiniz ki, ödədim. Ondan sonra pul balansınız oturur. Gəlir bura. Deyək artıq pul yüklənib, artıq balansımızdadır. Burada çox şeylər var. Bunları yəni mən videonu danışsam video çox uzanacaq. Ona görə çox uzatmayacağam. Qısaca üstündən keçim sizə bəzi incə nüanslar lazım olan şeylər göstərim. Pul yüklənəndən sonra burada balansınızda göstərəcək. Deyək ki, fonlama hesabına pul gəlib düşəcək. Çox şübhən ki, 99% gəlib fonlama hesabına düşür. Fonlama hesabındakı pulu coin vadeli işləmlər və yaxud hara istəyirsinizsə buradan köçürə bilərsiniz. İndi burada pul olmadığı üçün o birislər açılmır. Vurub onayla vurandan sonra həmin balansa köçür. Ondan sonra sizə alış satışı göstərim. Sonra əgər məsələn deyək ki, A coinini alıb saxlamaq istəyirsiniz, buradan alım satım yerinə gəlirsiniz. Bilmədiyiniz yerlərə xahiş edirəm, girməyin bəylər. Nə sualınız varsa təkrar edirəm. Verin mənə, mən sizə sevə-sevə köməklik göstərirəm. Spot işləmlərə girirsiniz buradan. Belə bir səhifə açacaq. Burada sizə hər şeyi göstərir. Onu vurandan sonra belə bir səhifə açacaq. Burası çox qarışıq gəlməsin. Başa düşürəm, biraz qarışıqdır. Yeni gələnlər üçün təbii ki, biraz anlaşılması çətindir. Amma elə bir çətin bir şey yoxdur burada. Çox sadədir. Qısaca üstündən keçim sizə göstərim. Burada dediyim kimi, hansı coin istəyirsinizsə buradan alıb adını yazıb burada gətirə bilərsiniz, qrafikini aça bilərsiniz və ya alış edə bilərsiniz. Sonra gəlirik al qisminə. Bu taxtanı da göstərim, sonra al qisminə keçək. Bu taxta Bitcoin'in satışı, bu isə alışıdır. Bura taxta deyirlər. Əmir dəftəri deyir türk dilində. Hal-hazırda Bitcoin 70.078 dollardır. Məsələn, siz istəyirsiniz ki, 70.000-də və yaxud 68.000-də alış edəsiniz. Yazırsınız 68.000 dollar. Nə qədər almaq istəyirsiniz? Bitcoin ilə bilmirsiniz. Dollarla yazırsınız bura. Məsələn, 100 dollar. 100 dollar yazırsınız bura. Burada sizə nə qədər Bitcoin verəcəyini deyir bu qiymətlə. Və yaxud bunu çəkək 15.000 dollara. 15.000 dollarda 100 dollar qalsaydınız, o qədər almış olacaqdınız. BTC al butonuna tıklayırıq. Balansta pul olmadığına görə ala bilməyəcək təbii ki. Bir dənə də təsdiq verəndən sonra artıq Bitcoin'i almış hesab olunursunuz və keçir hesabınıza. Bugünlük bu qədər dostlar. Nəsə sualınız varsa kommentdə yazın, Telegramda yazın, TikTokda yazın. Harada istəsəniz, nə köməklik lazımsa sevə-sevə etməyə hazıram. Hər birinizə təşəkkürlər. Videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Hələlik görüşənədək.